Bilirsiniz, müharibənin gətirib çıxardığı nəticə budur ki, müharibəni Amerika və İsrail başlayanda onlar strateji vizyonları olmalıydı. Hesablamalıydılar ki, bu müharibə başlayacaqsa, müharibədən öncə Hörmüz boğazının bağlanılması riski olduğu bildirilirdi. Bunu bütün ekspertlər, elə dünya mediası, tanınmış dərgilər hamısı yazırdı. Ona görə də müharibədən öncə açıq olan bir boğazı indi bağlanılmış və yaxud da ki, məhdudlaşdırılmış boğazı açmaqla danışıqlara başlamaq, bu həqiqətən də yəni bir səhv strategiya olduğu hal-hazırda təsdiqlənir. Çünki İran rəsmiləri də belə istehza ilə, ironiya ilə qeyd edirlər ki, Hörmüz boğazı açıqdır. Sadəcə olaraq İran hakimiyyəti ilə razılaşdırılmış şəkildə istənilən bir gəmi, hətta ABŞ və İsrail gəmisi də icazə alıb oradan keçə bilər ki, bu da istehza etmək deməkdir təbii ki. Ona görə də mən hesab edirəm ki, burada İran tərəfindən, bilirsiniz, bu Pandora qutusunun açılmasına səbəb oldu. Ola bilər ki, Hörmüz boğazı bir danışıqlar nəticəsində yumşaldılsın, açılsın, gəmilər keçsin. Ancaq bu psixoloji məqam var idi, o artıq keçildi. Bu Pandora qutusu açıldı. Çünki İrana qarşı ən böyük saxlanılan kart, yəni işlədilməyən kart ona qarşı müharibə kartı idi ki, bu artıq oynanıldı. Onun hərbi siyasi liderliyi öldürüldü. Yəni indidən sonra artıq müharibə ilə İranı qorxutmaq, şantaj etmək, belə başa düşürəm ki, çox effektli olmayacaq və istənilən vaxtda Hörmüz boğazında problemlər yaşanacaq. Artıq yaşanır. İran tərəfi qeyd edir ki, baxmayaraq ki, bugün İslamabadda danışıqlar başlayır. İran tərəfi qeyd edir ki, yalnız 12-15 sayda gəmi gün ərzində keçə bilər. Neftin bir barelinə görə $1 tutulacaq və bu da sizin qeyd etdiyiniz kimi 60 və hətta 90 milyard dollara qədər illik gəlir deməkdir ki, bu da çox böyük bir puldur və belə deyək də bu Hörmüz boğazının bu kimi vəziyyətə düşməsinin ən böyük elə qalibləri məhz o pulu qazananlar olacaq və çox maraqlıdır ki, valyutada yenə də yuan və yaxud da ki, kriptovalyuta vasitəsilə tələb olunur. Bu kriptovalyutada çox böyük ehtimalla Çinə bağlı olan rəqəmsal digital valyuta yəqin onun nəzərdə tutulur. İndi yəni siz belə başa düşürəm ki, hazırda istisna etmirsiniz. Yəni artıq biz Hörmüzü əvvəlki kimi görməyəcəyik. Rüsum ödənilməsi, yəni belə başa düşürür ki, qarşıdakı dönəmlərdə danışıqların detallı şəklində razılaşdırılacaq deyilir. Almaniya nəşri isə iddia edir ki, Tramp Avropa ölkələrinə ultimatum verib ki, hərbi qüvvələrini Hörmüz boğazında yerləşdirsin. Bəs Rüsum bu ölkələri hərbi qüvvələrinin yerləşdirilməsi məsələsinə məcbur edərmi? Hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı bilirsiniz, burada müharibə vaxtı göstərdi ki, NATO üzv ölkələri ABŞ-la bir yerdə hərbi kampaniyada iştirak etməkdə maraqlı deyildilər. Sadəcə olaraq kampaniyanın son günlərində Fransanın gəmisi, hərbi gəmiləri yaxınlaşdı Yaxın Şərq körfəzinə, Aralıq dənizi istiqamətindən. Amma yenə də mən inanmıram ki, burada Avropa İttifaqından olan xüsusilə NATO üzv ölkələri burada xüsusilə də Almaniyanı, mən Fransanı nəzərdə tuturam ki, onlar açıq-aşkar hərbi kampaniyaya qoşulsunlar. Niyə görə bunu hesab eləmirəm? Bax, elə 1-2 saat bundan öncə İsrailə, Amerikaya ən böyük dəstək verən Avropa İttifaqının, NATO'nun ən böyük ölkəsi Almaniyanın kansleri Friedrich Merz qeyd etdi ki, İsrailin Livana qarşı olan hücumları qəti şəkildə pislədi və bunu danışıqlar ərəfəsində baş verən böyük bir beynəlxalq hüquq pozuntusu kimi qeyd elədi. Yəni, bilirsiniz, burada daha çox hərbi NATO üzv ölkələri Amerika kampaniyasında iştirak etmir, ancaq aldadıcı məqam mən hesab edirəm ki, burada Amerika Birləşmiş Ştatlarının da bir strategiyası var, hiləgər strategiyası. Güya Almaniyadan və İspaniyadan bazaları bağlayır, ancaq burada biz nəyi görürük? Şərqə doğru, yəni qərbdən şərqə doğru Rumıniya, Yunanistan, Polşa istiqamətinə demək ki, qüvvələr gedir. Bu isə o deməkdir ki, burada mən hesab edirəm NATO çərçivəsində biraz belə deyək, teatr, səhnələşdirilmiş bir teatr səhnəciyi kimi oynanılır. Güya NATO üzvü ölkələr arasında Amerika ilə bir ixtilaf var. Bu var təbii, bu diplomatik siyasi kontekstdə var. Amma o dərəcəyə gəlib çatmayıb ki, onlar Amerika ilə bir yerdə belə deyək də eskalasiyaya getsinlər. Amerika bazalarını istədikləri kimi istədiyi vaxt bağlasınlar. Xeyr. Sadəcə olaraq o görünən odur ki, Trampa bu görüntü niyə lazımdır ki, ixtilaf içərisindəyik, bazalarımızı Almaniya və İspaniyadan çıxarır. Yəni nə qazanır bu bleflə? Görüntü ona lazımdır ki, şərqə doğru, Rusiya istiqamətinə doğru
Rusiya-Ukrayna qarşıdurmasının kontekstində bir növ şərqə doğru silahları, NATO'nu şərqə doğru irəlilədir və beləliklə də həm Rusiyaya qarşı bir bıçaq olsun gələcəkdə, çünki bu Ukrayna istiqamətində düzdür. Rusiya ilə müəyyən bir məsələlərdə Amerika administrasiyası, Trump administrasiyası danışıqlarda olsalar da, ancaq gələcəkdə Rusiyanın da çox güclənməsini Amerika istəməyəcək, Trump da bunu istəmir. Çünki onsuz da Hörmüz boğazında bir bataqlığa düşdü, yaxın şərqdə İran bataqlığına düşdü. Bundan istifadə edən Rusiya güclənməkdə davam eləsə Ukrayna cəbhəsində, onda ümumiyyətlə Amerikanın hegemonluğu Avropada da sona yetmiş olacaq. Və Amerikanın hegemonluğu əgər Ukrayna müharibəsi kontekstində sona yetmiş olsa, onda nə deməkdir bu? Artıq Amerikanın hegemonluğunu Avropa İttifaqı qəbul eləməyəcəksə, bu da Amerika ümumiyyətlə hegemonluğuna tamamilə həm Avropada, həm yaxın şərqdə sonluq deməkdir. Ona görə buna hesab edirəm ki, bu şərqə doğru silahları, qoşunları çəkmək üçün bir hilədir. Aydındır. Təşəkkür edirəm. Minnətdaram Tural bəy, dəyərləndirmən üçün maraqlı bir yanaşma təqdim elədi.